Saçları tez yağlanan xanımlar mənə diqqətlə qulaq assınlar. Bugün sizlər üçün çox sadə bir üsul paylaşacağım və bunun üçün sizə lazım olacaq, baxın, belə bir sprey qabı və limon. Çox təəssüf ki, mənim limonum biraz belə əzilmişdir, amma yəni bizim üçün yarayacaq. Baxın, yarım limonu sıxırsınız sprey qabına. Baxın, bu şəkildə. Burada təxminən hardasa 2-3 yemək qaşığı olacaq. Hansı töküldü, dağıldı. Təxminən baxın bu qədər oldu və üstünə biz su tökürük. Deməli xanımlar, yarım stakan su ilə və limon soku qarışdırırıq və hər dəfə saçlarımızı yuduqdan sonra saç diplərinə, nəm saç diplərinə çəkirik bu qarışımı və gələn yuyana qədər saxlayırıq. Və bu sprey əlbəttə ki, bizdə bir dəfəyə bitmir. Bu spreyi biz saxlaya bilərik xaladenikdə təxminən 1 həftə 10 gün. Və həftədə 2-3 dəfə siz bu spreyi istifadə edə bilərsiniz saç diplərinizə. Bu qədər basit və rahat.